Yox, guys. Hazırdır. Axırda yadıma salın, stoplayayım guys. Okay? Hə. Burada cavab nə oldu? Deməli, biz hansı hissə haqqında məlumatı görə bilmirik? Hər hansı vermir. Ona görə də biz not given-da nə demişik? Biri var ki, yoxdur. Yəni izi də da yoxdur. Bir də var, bir hissə var, bir hissəsi yoxdur. Avtomatik cavab nə olur guys? Not given. Necə yuxarıda dedik də guys, baxın, burada hər şey super idi. Burada not given ola bilərdi, əgər bir hissə haqqında məlumat olmasaydı. Amma burada cavab nəyə görə false oldu? Çünki daha yaxın deyir, burada isə kilometr uzaqları deyir. Yəni bu bilirsiniz necədir guys? Tapmaca oyunu kimi bir şeydə tapmaca eləməlisiniz. Ortada yəni atıb tutmalısınız yaxşı mənada. Tamam mı? 12-ci suala baxaq guys. 12-ci sualda açar sözünüz nədir? Aha. Aha, gəlin axtarağın. Tarixsizdir. Necə? Aha. Burada deyir set up 30 il əvvəl. Düzdür. İndi bunun cavabını da sizə buraxıram. 9 onu mən eləmişəmsə 11 12 deyirəm. Yaradılmayıbdı. Həm də ki, burada indi cavab nədir? Mən hələ heç nə deməyəcəm. İzah edərəm niyə? Okey. İndi yox, not given niyə olur? Mən o maraqlıdır. Mən gözləyirəm digər tərəflər, sizləri də gözləyirəm. Burada nədir yarımçıq olan? Mən bir sual vermək istəyirəm. Bunun yaradılması ilə bağlı məlumatı harda görürsünüz ki? Burada harda var? Burada sadəcə burada hər hansı bir məqsədin e, bunlar tərəfindən razılaşdırılıb, nail olunmasından söhbət gedir. Amma burada guys, bunun yaradılması ilə bağlı, setup olunması ilə bağlı məlumat yoxdur. Bu tamam başqa bir şeydir bu guys. Bu hissənin 30 ilə qədər olacağını göstərir. Burada tamam başqa bir şeydir. Niyə görə burada çaşırsınız ki? Qurban sizə. Hı? Yəni mənim sualım var da, mənim sözümün əksini düşünən varsa, sadəcə sualımı vermək istəyirəm. Burada cavab not given-dir. Əksini düşünən varsa deyə bilər, problem yoxdur. Diskusiya açıram. Hə, guys? Biraz diqqətli olun. Mən görə bilmirəm guys burada kim əl elədi. Hə? Buyur Rəngiz. Mən də aydın idi, dəhi sevinmişdim ki, Rəngiz abi nəsə fikirdir. Niyə elə? Bu bir sualı siz izah Guys, həqiqətən də 12-ci sualda mən özüm də bir dəfə baxanda çaşdırıb. Bax, budur məsələ. Məsələ mətnin asan çətin düşməsi deyil. Mən həmişə deyirəm, diqqət məsələsi. Burada onun yaradılması ilə bağlı hər hansı bir yerə toxunmur ümumiyyətlə. Tamam mı? Okay? Okay. Növbəti suala baxaq. Növbəti sual nə deyir guys? Deyir ki, aha, 1. Sonra 2. Aha, baxırıq guys. On illik daha da axırı 10 illiklərdir yəni. Düz yerdə. Fərqli yer. Aha.
Aha. Cavab nədir guys? Ne? Aa, guys, saat 11-ə işləyir. Səhərdən işləyirəm, dayanmıram. Başqa dönüm. Seçdiyim cavablara diqqət edin. Nasıl? Nasıl? Ha? Birdən çaşdı beyin. False. Əşəza çətin. İnsan sən başa düşdünüz guys. Yəni burada əslində yenə deyirəm, baxın burada hər şey uyğundur. Ümumiyyətlə bu il məsələləri həmişə çaşdırıcıdır. İllərin fərqlilikləri 90% halda false gətirir. Yadda saxlayın. İl fərqlilikləri, müqayisələri 90% halda nə deyir guys? False gətirib çıxarır. Yaxşımı? Aydındır? Heading tipləri ən sevdiyim tipdir. Amma əfsus olsun ki, bir çox tələbələr bu tipləri sevmir. Amma mən sevirəm. Nə yalan deyim. Belə bir söz deyim sizə. Bax, bunu bir-bir işləyəcəm və izah edəcəm ki, tam başa düşəsiniz nə demək istəyirəm. Baxın, birinci və sonuncu cümləni, hər paragrafın birinci və sonuncu cümləsini oxumalıyam. Məsələn, bunun bir və son, tamam mı, oxuyacam. Deməli, bunun bir və sonunda nədən söhbət gedir, qəs? Uyğunluq var, yoxsa yoxdur? Hı hı. Hı hı. Əslində tam olaraq burada uyğunluq var əslində. Belə tam deyil, amma burada ekonomik artım söhbəti var və burada maşınların artması söhbətini görürük. Amma burada tam oturuşmur, belə deyim sizə. Amma orta hissədə fikir versək, ə, transportun artdığını göstərir yenə də və başlayır ki, nə artıb burada? Maşın istifadəsi artıb, düzdür, guys? Burada yəni nədən söhbət elədir? Transportun artması, maşınların artması. Tamam mı? Yəni istifadəsidir, düzdür, guys? Və gəlirəm. Dədə-baba üsulu var, çıxdaş üsulu. Ən sevdiyim üsuldur. Bir-bir çıxardıram. Bundan söhbət edirdi uzun müddətli məqsədlərdən. Var, guys? Getdi. Charging söhbəti var idi. Nəsə kimizə. Burada da yoxdur. Steplərdən ümumiyyətlə söhbət eləmir. Kost söhbəti yox idi. Kostun artırması yox idi. Balanslaşdırması yox idi. Aha, 8-ə baxın, guys. Rapid growth of private transport. Burada var da rapid growth in car use. Cavabınız nə oldu, guys? Mən imtahanda readingi axırıncı imtahanında, axırıncı keçən həftə, o birisi həftə 32 dəqiqə bitirmişdim hökumətini. Bilirsiniz necədir? Sürətli işləməlisiniz. Məsələ odur ki, o verilən taktikalar var. Və məsələn, o açıq deyəcəm də, o verdiyim o sizə dərslərdə taktikalar var idi ya. Və yaxud da videolarda verdiyimdə. O taktikaları düzün deyəcəm, qəs. 100% tələbə götürə bilmir. 30% hamısı götürür. Amma onların içərisində sadəcə 30% onu çox sürətli şəkildə götürür. Başa düşdünüz? Məsələn, axırıncı paylaşdığım nəticədə, məsələn, o oğlan vermişdi imtahan xaricdə, British Council-da. Və məsələn, o oğlan başlayanda readingləri açıq deyəcəm də, sizə qəs 20 ilə başlamışdıq. Amma 7 bal aldı, 30 düz yazır. Yəni məsələ nədən ibarətdir? Cəmcə 2 həftə çəkmədi. Məsələ ondan ibarət ki, problemimiz var. Problemimiz dərin düşünməkdir. Problem nədir? Dərin düşünəndə təkcə siz yox ha, mən özümə də aiddir. Mən açıq deyəcəm, tələbələrlə çox tez işləyirəm də, indi deyirəm həftə sonları. Mən açıq deyəcəm, tələbələrlə tez işləyəndə özümdə hiss etdiyim bir neçə fərqli məqamlar var idi. Birinci məqam nə idi, guys? Birinci məqam o idi ki, düşürdü məsələn tələbələrin izinə, onlar məsələn işləyirdilər, vaxt gedirdi. Bir ara ayıldım ki, mən tələbələrlə işləyəndə özüm dala da düşürəm. Ki, tələbələr niyə gec işləyirlər? Ona görə də bütün tələbələri onu tez işləməyə gətirib çıxardıram ki, tez işləyin. Niyə? Tez işləyəndə 10 dənə səhv buraxın. Amma əmin olun ki, tez işləyib artırsaq, o nəticə birdən artacaq. O vaxtınız da nə edəcək? Azalacaq. Başa düşdünüz? Getdik ikinci məsələyə, qəs. İkinci məsələdə söhbət nədən gedir, qəs? Birinci və sonuncu cümləyə baxıram. Deməli, burada fikir verirəm ki, burada bizi çaşdıracaq bir məqama qayıdır. Deməli, burada malların transport olunmalı məsələsi irəliyə çıxıb. Düzdürmü? Düzdür. Aha. Və burada müəyyən dəyişikliklər baş verib. Düzdür. Bir.
Və aşağıdakı ikinci, axırıncı cümləni oxuyuram. Burada nədən söhbət gedir guys? Eynidir yoxsa ay sağ ol. Amma burada transportdan, daşınmadan söhbət edir, malların daşınması. Sonra nədən söhbət edir? 20-ci illərdə, son 20-ci illərdə nə baş veribdir? Yox, ekonomidən flow, yəni düşən ekonomiya gətirib çıxarır da, düzdürmü? İndi buradan ümumi nisbət çıxaranda paraqraf bizə nə məlumat verdi? Nətər yəni bəs? Burada isə bir cümlə deyim. Aha, ağac, tamam. İndi isə burada hansı variant uyğundur bəs? Bəli, burada malların daşınmasının change dəyişimlərin göstərilir, düzdürmü? Gəlin baxalım. 1 uyğun deyil, 2 heç uyğun deyil, 3-də step söhbəti yoxdur, düzdür, guys. 5-də environmental cost yoxdur. Yəni mən həmişə bir dənə cümlə var. Məsələn, tələbələr gəlib deyir ki, cavabı burada tapır, buraya baxmır. Buraya da baxın. Məsələn, siz bu üçüncü cavabı tapdınız. Bu o demək deyil ki, məsələn, ola bilər bəlkə siz səhv tapdınız, bu C-dədir. Düzdür? Ona görə də araşdıranda o seçdiyiniz cavablara da baxın. Yaxşı, guys. Tamam mı? Guys, üçüncü suala başlamaq istəyirəm. Üçüncü sualda nədən söhbət edir? Baxıram. Deməli, bir budur, açar birinci cümlə ilə sonuncu cümlə. Düzdür, guys? Baxıram ki, eynidir yoxsa fərqlidir, guys? Hı -hı. Hı -hı. Yəni, sonra benefit eləyir EU ölkələrinə ə, daha yüksək səviyyədə. Əslində burada söhbət nədən getdi, guys, qısa olaraq? Yolların sıxlığının heç burada heç elə bir söhbət yoxdur abi. Nə? Guys, niyə diqqətsiz qal? Burada bu boyda hissələrə toxunub bu. Bu boş yerə toxunmayıb. Bura nə varsınız, guys? Ha? Burada bunun 11-dir cavabı. Əlbəttə ki, guys. Burada EU-dan söhbət edir. Fikir verin, heç o birisi yerlərdə verilib, amma siz burada fikir versəz, ekonomik growth-un gözlənilməsindən söhbət edir. Bunlara daxil olmasından söhbət edir. Burada deyir, transport flow-nu artıracaq deyir. Yəni, transport axınını artıracaq deyir. Burada da eyni şeyə bax, fikir verin. Burada da eyni şeyə gətirib çıxarır. Düzdür, qəs? Burada da eyni şeyə gətirib çıxarır və sırf burada bundan söhbət açır. Aydındır, qəs? Eynidir, qəs. Məna cəhətdən eynidirsə, ortanı oxumağınıza ehtiyac qalmır, qəs. Başa düşdünüz? Bəs ən maraqlı məsələ budur. Deməli, burada birinci cümlədə nədən söhbət edir? Bir də Dədə-baba üsulundan gedir. Tərcümə çox da belə oturum, məsələn, indi Rəvan eləyir, məsələn, Rəvan biləm ki, mən əslində bəyəndim o şeyi, yəni qısa-qısa eləyir də. Ümumiyyətlə qısa-qısa eləyir. Yəni təmiz tərcüməyə lazım deyil, çünki orada vaxtımız yoxdur, qəs ona. Burada nədən söhbət edir, qəs? Aha. Sonra 2020-dən söhbət edir. Bunun 30 il müddətində baş verməsindən söhbət edir. Step, hadadır step? Nə ola bilər? Mən həmişə bir dənə hiləm var. Gələcəklə bağlı nəsə bir ifadə verirsə, zamana daha çox uyğunlaşdırırsa, bu yoxdur, 4. 2 götürmüşük, qays, nə arırsınız bala? Görüşən. Harda verib stepi? First essential step bu başqa şeydir. Qays, burada steplərdən söhbət edir. O step söhbəti yoxdur, bir dənə stepdən söhbət edir burada.
Amma fikir verin qəs, baxın burada 30 il, 40-cı ilə qədər 30 il söhbətindən var da, düzdürmü? Uzun müddətli bir məqsəddən söhbət gedir. Yəni məntiqi olaraq cavab nədir qəs? Biraz diqqətli olun da qəs, uzun kəsələmişsiniz. Siz ağıllı tələbələrsiniz axı. Tərifləmək lazım deyil sizə belə. Y. Qəs, bax yenə deyirəm, 1 və son bizə məna cəhətdən cavabı göstərir. Əgər 1 və son eyni deyilsə, siz o zaman nə etməlisiniz? Ortaya baxmalısınız. Okey, gəz. Olsun. Burada çünki qərzlərdən, pilin qərzlərdən, fuellardan söhbət edir, enerji efficiency, ecological problemlardan söhbət edir, düzdür? Cavab nədir, gəz? Malades sizlərə, gəz. Fəxr elədim burada sizə. O birisi, gəz. F variantı. Hə, F-də. Deməli, burada, deməli, bir, açar sözümüz budur. Düzdür, gəz. Bir də açar sözümüz nədir? Hə, bir dəqiqə, gəz. F-i rədd edib bu. F getdi. F yoxdur qəz söhbətdə. Getdi. Gəldi. Birinci, zəng edib soruşacam. Allah bilsin, məndən bilsin. O uşaqlar da bayağı hər gün verir. Mən bütün gün uşaqlar da sual verir ki, mən niyə yoxdur? Deyirəm, zəng edib soruşacam, mən zəng eləməmişəm. Valla nə bilim, var qurbansına. Yəqin ki, o kompüterin səhvidir. 100%. Zarafat edirəm, gəl kef uzatsın deyə. Bilirəm, yuxulayırsınız bu saat. Bir də bizə mənə söyləyirsiniz bəlkə. Aha, heç vaxt. İnsanda belə səhsən şeylər olmur abi, narahat olma. Nətə? Çox heyif. Nə heyif də Allah bilsin. Nə fərq var, o F orada oldu, olmadı. Çox qalağa düşdük valla. Okey. Deməli, gəz, baxın. Burada nədən söhbət getdik, gəz, son olaraq. Uzat, olduğumuz yerə raket atacam. Bəs, bax, görün burada nə söhbəti var. Burada pricing söhbəti charging söhbətidir. Tamam mı? Bir buradadır, bir buradadır. Bir də, yox, bir buradadır. Kostlar var. Bir budur, bir də ki budur. Düzdür, qəs. İndi qulaq asın. Gəlirəm burada lack of. Bir inkarlığı mən görəndə mənim beynim həmişə inkar nəyəsə axtarır. Lack of nəyəsə çatışmazlığıdır. Düzdür, qəs. Bir. Və bu da nəyəsə impossible, mümkünsüz eləyir. Nəsə qabağını alır bir növ. Düzdür, qəs. Bu da olur. Bu niyə cavab olmasın? Niyə olmasın ki, qəs? Hə, qəs. Məsələn, burada improvelaşdırmadan söhbət gedib. Onu burada ümumiyyətlə müəyyən deyir o məhdudiyyətləri nəsə pul bizdə bir şey var, məsələn pullu yollar var. Sırf pullu yollar nə üçündür məsələn? Sırf ora müəyyən necə? Əslində hə, amma ki elə amma bir çox insanların ora girişini qadağan edir də, düzdürmü? Eləsə var ki, sırf pulsuz yoldan istifadə. Bu da deyir ki, yəni müəyyən bir restricting, yəni məhdudlaşdırır yol istifadəsini. Nə ilə deyir? Charging, yəni pul ora müəyyən bir nətər charging qoymaqla. Tamammı? Çox maraqlı sualdır. Bunu səhv eləmək, mən özüm səhv eləməzdim yəni bunu. Olan şeydir qəs. Deməli bu, bu sualda bizim tələbələrlə qırışmışıq. Deyin niyə? Əslində nəyə qırışmışam özüm də bilmirəm. Səbəb olaraq ki, qırışmalı bir səbəb yox idi. Sadəcə tələbələrdən bəzən görürəm ki, ümumiyyətlə maraqlıdır, əslində mən onlara bir şey demirəm. Amma bir də görürsünüz, yersiz şəkildə dirəşirlər. Qardaş, nəyə dirəşirsən, başa dönüm. Çox rahat sualdır, özü. Məsələn, fikir verin bir dənə buna. Tutarıq olsa. Bir dənə buna fikir verin. Burada nə var? Burada da həmçinin nə var qays? Bunların digər modların efficiency söhbəti var da, düzdür qays?
bundan sonrakını oxumuram. Cavab nədir? Aa, bu 5-dən yapışıblar bunlar. 5-i getirdi, invalid. Nə? Aa, Allah yüzü. Cavab 2-dir. Nə 6? Burada verib də qaç var. Charging var. Var. Hara getdi Allah? Mən gözüm korlaşdı. Road transport is compared by something good efficient. Stone. Ha, road transport pricing 1. Bu da ki, other transport methods nədir? Efficient of other modes. Aha, guys, ayıb olsun. Ayıb olsun guys sizə. Bundur bari. Deməli, guys, 1 gedib, 2 gedib, 3 gedib, 5 gedib, 7 gedib, yox 7 getməyib, 8 gedib, 10 gedib, yox, bir də 11 gedib. Qalıb nə? 9, 7, 6 yapışmışsınız burada. Bir də 4. Allah haqqı ilə yapışmışsınız orada. Guys, tapın verin mənə. Həcə sən sənə 7 deyə. Sən Əhməddən alırdın. Sən harda qalırsan? Başa düşmədim nə eləmək istəyirəm. Ay baş ödür. O balaca uşaq konfet versən gedirik, başı allandırır, gəzir öz-özünə, heç kimə qarışmır. Sən də o balansı götürüb gəlib tutmusan qıraqda yapışmısan. Bir bax da, tələsmə, tələsmə. Yenə tələsmə. Gec eləyin, tələsmə. Yaxşımı? 9.70-də amma orada 9-u nətə tapsan, o maraqlıdır. 11.70-li amma guys, burada nədən söhbət gedir? Bax, mən onu deyim, əl çəkirəm sizdən. Ay, valla bir dənə qalıb, 4-dür. Ay, yaxşı baxın ora. Buna ağrı ki, əsir nə deməkdir ki? O nə adəti var ki ora? Nə deyir? Düşündür. Guys, siz halını